Ben hazıram, başlayalım. İstəyirsən çəkirsən. Bismillahirrahmanirrahim. Elhamdülillahi nəhməduhu və nəstə'inuhu və nəstəğfiruh. Və na'udhu billahi min şururi anfusina və min seyyiati a'malina. Men yehdihillahu fela mudille leh və men yudlil fela hadiye leh. Və əşhədu an la ilahe illallah vahdehu la şerike leh və əşhədu enne Muhammeden abduhu və rasuluh. Sallallahu aleyhi və ala alihi və sahbihi və səlləmə təslimən kəsiran və ba'd. Əziz, dəyərli qardaşlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və davam edirik Səhih Ədəb və Əxlaq adlı bu risaləni, hansı ki Şeyx Albani'nin kitablarından cəm olub, müəllif onun kitablarından cəm edib yığıb və bugün məscid ədəbləri ilə bağlı bir fəslə toxunur. Ədəb hudurul məsəcid. Məscidə getmək ədəbləri. Və bir neçə hədis gətirir öz kitabında, özünün tərtib etdiyi üslubda. Ən birinci Ənəs ibn Məlik radiyallahu anhun hədisidir. Deyir ki, Ənə Rasulallah sallallahu aleyhi və səlləmə qal, Əl-busaqu fil məscidi xatiyyəh və kəffəratuhə dəfnuhə. Deyir ki, sallallahu aleyhi və səlləm, məscidə tükürmək xətadır, yəni günahdır. Və onun kəffarəsi də onu örtməkdir, yəni təmizləməkdir. Və həmçinin Ayşə radiyallahu anhədən hədis gətirir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ra'a fi cidranil qiblətil muxa'a əv buraqan əv nuxamətən fəhəkkəhu. Peyğəmbər sallallahu aleyhi və səlləm məscidin divarında, qiblə tərəfdə divarında bəlğəm görür və ya tüpürcək görür və ya burun seliyi görür. Və onu Peyğəmbər sallallahu aleyhi və səlləm qaşıyıb təmizləyir. Və həmçinin Ənəs ibn Məlikin hədisini gətirir bu fəsildə, deyir ki, Ənə Rasulullah sallallahu aleyhi və səlləmə qal, İnnə hədihil məsəcid lə tusləhu li şeyin min hədəl bəul وَلَا الْقَذِرِ إِنَّمَا هِيَ ذِكْرُ اللّٰهِ وَقِرَاءَةُ الْقُرْآنِ اَوْ كَمَا قَالَ رَسُولُ اللّٰهِ sallallahu aleyhi və səlləm. Ənəsin hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, bu məscidlər sidik kimi, çirkab kimi, bu kimi şeylər üçün tikilməyib. Bu kimi şeylər üçün deyil. Əksinə, bura Allahı zikr etmək üçündür, Allahın kitabını oxumaq üçündür və bəzi rəvayətlərdə də gəlib ki, bura namaz qılmaq üçündür və ya necə ki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurmuşdur. Bu üç hədis, hər üçü də səhih hədislərdir. İmam Buxari və Muslim rəvayət edib və sonuncu hədisi İmam Muslim rəvayət edib. Baxsaq bu hədislərə, görərik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm məscidi təmiz saxlamağın vacibliyini bəyan edib. Bəyan edib ki, məscidi çirkləndirmək olmaz, məsciddə pisliyin olması, çirkabın olması, tüpürcəyin, bəlğəmin və bu kimi şeylərin olması icazəli deyil. Amma Ənəsin hədisi, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, məscidə tüpürmək xətadır, yəni günahdır, kəffarəsi də onu örtməkdir, yəni təmizləməkdir. Bu o deməkdir ki, insan əgər baş versə hadisə ki ondan, yəni məscidə tüpürsə, Peyğəmbər sallallahu aleyhi və səlləm göstərir ki, onu təmizləmək lazımdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin sözündə Əl-busaqu fil məscid xatiyyə, məscidə tüpürmək günahdır, dəlildir ki, bu feil haramdır. Bu əməl haramdır. Yəni, məscidə tüpürmək, insanın məscidə tüpürməsi və ya bəlğəm atması, bu kimi şeylər məsciddə etmək hökm olaraq haramdır. Etməsi icazəli deyil və günahdır iki səbəbə görə. Ən birinci səbəb namaz qılanlar üçün əziyyətdir. Yəni onlara əziyyət verməkdir. Ola bilsin ki, insan namaz qıldıqda, səcdə etdikdə bilmədən o pisliyin üzərinə başını qoysun, alnını qoysun və ya əlini qoysun və ya hər hansı bir bədəninin əzası dəysin və iyrənsin ondan və yaxud da nəfsinə ağır gəlsin, ondan əziyyət çəksin. Bu səbəbdən günahdır. Çünki namaz qılana əziyyət verməkdir. İkinci səbəb isə
bunda Allahın evini təhqir etmək var. Yəni insan bununla Allahın evini təhqir edir, alçaldır, hörmətdən sayır. Hansı ki Allah Taala əmr edib ki, orada Allahın adı zikr olunsun, Allahın adı yüksəlsin. Ona görə insan məscidə tüpürə bilməz. Hətta fərz etsək ki, məscid torpaqdır, yenə də məscidə tüpürə bilməz. Və nəsə olsa bilmədən onun kəffarəsi onu torpaqdan təmizləməkdir. Yəni silməkdir, örtməkdir üstünü. Və əgər məscidin divarındadırsa onu qaşımaqdır. Necə ki Ayşə radiyallahu anhənin hədisində gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin məscidin divarında qiblə tərəfdə tüpürcək görür və ya bəlğəm görür. Bu da şəkdir ravidən. Və Peyğəmbər sallallahu aleyhi və səlləm qaşıyır onu. Peyğəmbər sallallahu aleyhi və səlləm qaşıyır onu, yəni təmizləyir. Ona görə də əgər torpaqdadırsa bu pislik, o torpaqdan örtülməlidir, yəni silinməlidir, torpaq üzərində torpaq atılmalıdır, örtülməlidir. Əgər divarındadırsa qaşınıb, oradan təmizlənməlidir. Ona görə də gəlib bəzi hədislərdə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan edib qiblə tərəfə tüpürməyi, xüsusən də namazda. Sizdən biriniz namaza durduqda gizlicə Rəbbi ilə danışır, ona görə qiblə tərəfə tüpürməsin. Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan edib onun. Amma indiki məscidlər, necə bilirsiniz, çoxu döşənib, yəni xalçalıdır və əgər baş verərsə ki, xalçanın üzərində bu pislikdən nəsə olarsa, o silinməlidir. Nə dəsmalla və ya nə ilə silinib aparıla bilirsə onu ilə. Ona görə də deyirik ki, əsl budur ki, məscidə tüpürmək olmaz. Məscidin içinə tüpürmək olmaz, haramdır. Lakin baş verərsə, kəffarəsi nədir? Onu silməkdir, onu təmizləməkdir. Sonra Ayşə radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi və səlləmdən gördüyü hədisi zikr edib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm pisliyi görüb məscidin qiblə tərəfində divarda onu qaşıyıb, yəni özü əli ilə qaşıyıb onu təmizləyib. Bu da dəlildir ki, insan məsciddə bir pislik görsə, fərq eləmir. O pisliyi, o zibil nə olursa olsun, onu aradan qaldırmağa çalışmalıdır. Onu götürməlidir, təmizləməlidir. Amma Ənəsin hədisi, hansı ki müəllif zikr edib, Ənəsin hədisində fikir versə Peyğəmbər sallallahu aleyhi və səlləm zikr edir ki, bu məscidlər bu cür şeylər üçün tikilməyib. Əslində hədis, hansı ki Ənəsin hədisi rəvayət olunur, Bədəvi ərəbin hekayəsidir. O Bədəvi ərəb ki, hansı ki məscidə daxil olur və bilmədiyi üçün cahiliyindən məscidə ayağı yoluna çıxır. Məscidə ayağı yoluna çıxır. Elə ki, və bilmir ki, bu qadağadır. Elə ki, işini gördüyü zaman insanlar ona mane olmaq istəyirlər. Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan edir onlara. Peyğəmbər sallallahu əleyhi və səlləm qadağan edir onlara və qoyur ki, tərk etsin, o tam ehtiyacını ödəyib qurtarandan sonra çağırır onun yanına. Çağırır və deyir ki, bu məscidlər bunun üçün tikilməyib, yəni buna yaramır. Yəni burada pislik və ya sidik olması düzgün deyil. Başa salır ki, bura yalnız namaz üçündür, Quran üçündür, Allahı zikr etmək üçündür. Bəyan edir ki, məscid təmiz saxlanılmalıdır. Və gəlib ki, Peyğəmbər sallallahu əleyhi və səlləm əmr edir, onun ayağa yoluna çıxdığı yerə bir qab və ya bir vedrə su tökülsün. Bəzi rəvayətlərdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm üçün dua edib. Həmin Bədəvi ərəb deyib ki, Allahım Məhəmmədi və məni bağışla, bizdən başqa heç kimi bağışlama. Peyğəmbər sallallahu aleyhi və səlləm də deyir ki, ona sən geniş olanı daraltdın. Əksər insanlar elə bilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm və bu Bədəvi ərəbin etdiyi bu dua bu hadisədən dərhal sonra baş verib. Çünki hədisin əksər rəvayətlərində belə gəlir. Əksər rəvayətlərində belə gəlir. Lakin İmam Tirmizinin rəvayət etdiyi, Əbu Hureyradan nəql etdiyi hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm məsciddə oturduğu bir vaxt Bədəvi bir ərəb daxil olur. Bədəvi bir ərəb daxil olur. Namaz qılır, sonra qalxıb dua edir. Deyir ki, Allahım məni və Məhəmmədi bağışla, bizdən başqa heç kimi bağışlama. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona tərəf çevrilir, deyir ki, geniş olanı daraltdın. Yəni Allah Taala'nın rəhməti geniş olduğu halda, yəni onu dar çərçivəyə saldın. Yəni ikimizi
əhatə etdin ondan. Və bədəvə biraz oturduqdan sonra qalxıb məscidin bir küncündə ehtiyacını ödür. Yəni ayaq yoluna çıxır. Və bu insanlar ona mane olmaq istədikdə Peyğəmbər sallallahu onlara qadağan edir. Sonra onu çağırır və necə ki bu hədisdə keçib başa salır ki, yəni bu məscidlər bunun üçün deyil. Və əmr edir səhabələrə ki, ora bir qab su töksünlər. Sonra deyir ki, siz asanlaşdırmaq üçün göndərildiniz, çətinləşdirmək üçün göndərilmədiniz. Ona görə də mömin Allahın evlərinə ehtiram göstərməlidir. Yəni hörmətini saxlamalıdır. Ora əziyyət verən nəsə bir şey atmamalıdır, çirkləndirməməlidir, səsini yüksəltməməlidir. Ədəbli olmalıdır. Çünki bu məscidlər Allah Taala'nın evidir. Həmçinin də mələklərin sığındığı bir yerdir. Allah daha doğrusunu bilir. Sonra fikir versək, müəllif yeni bir fəslə keçirir. O da məscidlə bağlı ədəblərdəndir. Deyir ki, nəhi mən əkələ thəvmən əv qeyrihi mimmə ləhu raihə kərihə ən duxulul məscid. Kim sarımsaq və ya ona bənzər pis qoxulu bir şey yeyərsə, məscidə girməsinin qadağan olması. Və gətirdiyi hədis Cəbir radiyallahu anh'ın hədisidir ilk hədis, hansı ki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən əkələ thəvmən əv basalan fəliyə'təzilnə əv yə'təzil məscidənə. Kim sarımsaq və ya soğan yeyərsə, bizdən uzaq dursun və ya məscidimizdən uzaq dursun. Yəni gəlməsin. Başqa bir rəvayətdə, hansı ki İmam Muslim rəvayət edir, birinci rəvayət İmam Buxarinindir. Deyir ki, mən əkələl basala və thəvmə vəl kurrath fələ yəqrabənə məscidənə fə innəl mələikətə tətəəddə mimmə yətəəddə minhu bəni Ədəm. Kim soğan yeyərsə, sarımsaq yeyərsə və həmçinin kurras adlı göy soğan, göy sarımsağa bənzər bir tərəvəzdir. Hansı ki pis qoxusu var. Türklər ona pirasa deyir. Ondan yeyərsə məscidimizə yaxınlaşmasın. Məscidimizə yaxınlaşmasın. Soğan, sarımsaq və kurras adlı, hansı ki göy soğan, göy sarımsaq fəslindən də o da. Ondan yesə deyir ki, məscidimizə yaxınlaşmasın. Həqiqətən mələklər Adəm övladının əziyyət çəkdiyindən əziyyət çəkir. Ona görə də Peyğəmbər sallallahu aleyhi və səlləm bu hədislərlə göstərir ki, yəni kim bu pis qoxulu tərəvəzlərdən yeyərsə məscidə gəlməməlidir. Məscidə daxil olmamalıdır. Ona görə də gəlib bəzi rəvayətlərdə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyərdi ki, kim soğan, sarımsaq yiyibsə bəqiyə çıxarılsın. Əmr edirdi, həmin insanı bəqiyə çıxardı. Bəqi də qəbristanlıqdır. Məscidə yaxın bir məsafədə yerləşir. Yəni tanınmış qəbristanlıqdır Mədinədə. Elə də uzaq deyil məsciddən. Lakin Peyğəmbər sallallahu aleyhi və səlləm baxmayaraq biraz kənarda olan yer idi. Onu məscidə gəlmişə ora uzaqlaşdırırdı. Yəni əmr edirdi, ora çıxarılsın. Ne üçün? Cəza olaraq. Onu ədəbləndirmək üçün. Yoxsa ki, yəni ədəb qəsd olunmursa, onu cəzalandırmaq, çəkindirmək üçün insanları bu əməli edib məscidə gəlməkdən çəkindirmək qəsd olunmursa, Peyğəmbər sallallahu aleyhi və səlləm onu məscidin qapısından çıxarılmasını əmr etməzdi. Lakin əmr edib ki, ona cəza olaraq o məkana çıxarılsın. Hansı ki, bir qədər uzaqdır məsciddən. Lakin Ömər radiyallahu anhu deyirdi ki, kim bundan yeyərsə, yəni kim yemək istəyirsə, onu yeməklə öldürsün ini. Yəni pişirib yesin. Yəni əgər nəfsi çəkirsə, istəyirsə və ya xoşlayırsa, pişirib yesin. Pişirsin, çünki bişəndə soğan, sarımsaq və ya onun kimi pis qoxulu tərəvəzlər, onun qoxusu gedir. Yəni aradan qalxır. Ona görə hədisdən belə fayda çıxır ki, kim soğan, sarımsaq yeyirsə, yeyə bilər. Bunun üçün haram deyil. Bunun üçün haram deyil. Əgər yedisə və qoxu varsa, məscidə daxil olmasın, gəlməsin məscidə. Məscidə gəlməsin, cəmaatla bir yerdə namazı yerinə yetirməsin. Və ya hər hansı bir elm məclisidirsə, o dərsə də hətta gəlməsin. Nə üçün? Çünki mələklər əziyyət çəkir. Necə ki, Adəm övladı o qoxudan əziyyət çəkir, o pis qoxudan. Eləcə də mələklər də əziyyət çəkir. Ona görə bəzi alimlər deyiblər ki, buna qiyas olaraq, kimin
ağzından pis qoxu gəlirsə və ya dişlərindən pis qoxu gəlirsə və ya bədənindən pis qoxu gəlirsə, o da bunun kimidir. Məscidə yaxınlaşmamalıdır. Hətta o qoxunu aradan qaldırmayınca. Çünki orada qadağanın səbəbi o pis qoxudur. Çünki o qoxudan mələklər əziyyət çəkir, həmçinin də insanlar da əziyyət çəkir. İnsan sual verə bilər. Əgər bir insan o qoxunu aparmaq üçün nəsə qəbul edərsə, nədənsə istifadə edər, dişlərini təmizləyər və ya nəsə qəbul edər, o qoxu aradan qalxarsa, bu icazəlidir yoxsa yox? Yəni onu edəndən sonra məscidə gələ bilər yoxsa yox? Bəli, əgər qoxunu aradan qaldırıbsa, icazəlidir ki, məscidə gəlsin. Bir şərtlə ki, o qoxu tam getsin. Əgər mədəsindən pis qoxu gəlmirsə, dişlərindən pis qoxu gəlmirsə, eyib etməz, məscidə gələ bilər. Çünki hökm səbəbə görədir, səbəbin olub olmamağına görədir. Amma ki, insan sual verə bilər. İnsan bilərəkdən məscidə getməmək üçün soğan, sarımsaq yeyə bilər. Qəsdən məsciddən yayınmaq üçün soğan, sarımsaq yeyir ki, məscidə getməsin. Alimlər deyirlər ki, bu icazəli deyil, əksinə haramdır. Çünki insan bunu ilə üzərində fərz olanı boynundan atmaq istəyir. Hansı səbəblə olursa olsun, fərzdən yayınmaq icazəli deyil, qadağadır. Lakin nəfsi çəkdi deyə, iştahası çəkdi deyə insan yeyibsə, deyir ki, bu əməl mübahdır, yeyə bilər. Hətta bişirməyib, olduğu kimi yeyibsə, nəfsi çəkdiyi üçün və qoxu gəlirsə onda, o halda məscidə yaxınlaşmamalıdır, məsciddən aralı durmalı, ta ki o qoxu ondan gedənə qədər. Allah daha doğrusunu bilir. Allah da bizə eşidib faydalardan etsin. Əqulu mən təsmə'un və əstəğfirullaha li və ləkum və li sairil musliminə min kulli zəm fəstəğfiruhu innəhu vəl-ğafurrahim.